Salam YouTube, salam TikTok'dan gələn izləyicilərim. Hamınızı salamlayıram. Həyəcanlıyam mı desəz, yox, amma biraz belə fərqli gəlir. Məsələn, bu dəfə daha belə rəsmi, daha belə sanki elə bir televiziyadaymışam kimi. Biraz da eski, rəhmətli gəlmədə dilsə də. Nasılsınız? İyisiniz? Yox, gerçekten nasılsın? Dəkəli qızıma da bəyciyi qurban. Bəli, biz artıq uşaqlar, valla mənim indi şeyim belə, bunu örtürəm, belə marka zat şeyim bizə, hələ ki o aşamada deyiləm. Nə vaxtsa bəlkə də indi bu videoya baxıb bir vaxt duyğulanıram, bir sərvətim deyir, olmayacaq dualara mən adətin amin demirəm, amma həmişə belə başlayıb düşünmüşəm. Bəlkə bu dəfələrdə belə düşünməyim. Artıq belə düşünməyim. Bilmirəm, yenə quruza salacam, boyumu yerə soxum. YouTube'a da gəldim, çıxdım, daş düşsün sənin qış başıma. Cındır, şındır, döndür, mındır, sındır, gındır. Gəldin YouTube'a da çıxdın yenə. TikTok deyil bura. Burada güzgüdə baxıram, ezmana görə. İkinci 1 dəqiqə 18 saniyədir. Sevgili YouTube, YouTube yerə soxumsa, sən hara, YouTube hara, ay cımcıq köpəyin qızı, dur bas bayra. Mənim platformam bala, elə şeydir. YouTube da başıma daş düşsün. Nə YouTube? Burada GPT səlifə. İçerik üreticisiyəm, başıma daş düşsün mənim. Üretici başıma daş düşsün. Ürətə bilmirəm, haramdan ürətəcəm. Bütün deyişlərimi tut. Qız içimdən eləyib. Ay qız, bəlkə mənim ürəklərim şey olub. Çürüyürəm bəlkə. Opşimdə, deməli Gizo'ya bayılıram ümumiyyətlə. Gizo məndə də sanki Gizonu kəşf eləyəndən sonra mən elə bildim ki, mən Cənnət Mahalləsinin qızıyam. Elə bildim ki, mən sanki roman qızıyam. Onun o musiqiləri, onun o məndə də musiqi mənim ruhumun qidasıdır da, aşkım. Musiqi mənim ruhumun qidasıdır. Keşfedilmemiş nə bilim, onu şey eləyəcəm. Onun dəyişim videosu, Gizo dəyişim videosu çəkirik. Mən edit falan eləyə bilmirəm deyə onları qəşəng belə kəsib düzədə bilmirəm. Elə ilk videomdur, nəzərinizə alın. Tırnak içində söyləyirəm, ilk videomdur. İndi bilmirəm, bundan sonra bir şeylər qatmağa çalışacağam. Yorumlarınızı %100 bilirəm ki, yazarsınız. Yorumlarınızı gözləyirəm deməyə ehtiyac yoxdur məndə. Onsuz da ölümü yorumu dirimi nəslimin şey eləyirlər, amma bir xoş söz yazsaz, nə xoş mənə. Sonuçta insan bir şey bacarmaq üçün, bir şey əldə eləmək üçün çabalayır dırnaqlarıyla, dırnaqlarını kazıyaraq. Sürünürəm, çabalamıram, yerə soxum. Başlayaq. Deməli, bundan qabaq, bunu çəkəndən sonra yadıma düşüb. İndi işığım xarabdır. LED işığım xarabdır. Onun da əsəbi bir tərəfdən belə qoysam daha yaxşıdır sanki. Kölcə düşürək. Kölgəm qədər yaxın. Deməli, indi YouTube'da çəkəcəm. TikTok'da da video çəkməmişim normal olaraq. Normal olaraq çəkməmişim. Mənə yaxşı bir edit edən lazımdır. Buradan əgər səslənirəm, editləri eləyib, mən yalnız verilişin sponsoru kimi onu təqdim eləyə bilərəm. Yəni, verəcək pulum yoxdur aşkım. İnşallah nə vaxt olsa ən profesional, ən yüksək səviyyədə olan bir edit eləyən adam seçərdim. Amma indi yox. İndi öz üsulumda da, indi kəndimə görə bir şeylər eləyəcəm o video baxımca, kalite baxımca. Mən makyajı eləyəndə, uşaqlar bilirsiniz nədir? Eləyib, pozub silirəm. TikTok'da canlıda daim izləyənlər bilir ki, məncə mən şey eləyirəm. Çox abartmayacağım. İndi taslaqdadır videom, başlıqdan çəkmişəm biraz. Amma dəyişim eləməkdə zorundayım da. Məsələn, bilsiz necə bir şey istəyirəm. O French olur, gəlir belə dırnağın şeyi. Nə alaqaysa? Alaqaydı. Türkçəm bozulsun sənin. Keçəz, az dramaya keçəz. Az petrol. Cımcıq. Dişim çürüyür mənim. Az göydü, bayaq boğulurdum o göydən. Bir səvzi deyirik, tamtıra, belə də, petruşka göy var, göy yeyirsən, vitaminli. Az o göy neçə saat da girib dişimin arasında qalıb. Başdan ayağa mikrobam, yerə sağım mən, başdan ayağa mikrobam.
Mikrop. Karınla. Etmedi. Sim. Bax qızlar, bunu görürsünüz inşallah belə. Bəlkə bu tərəfə qoyum. Ay qız, bu led işığım. Mənim istedadım boy. İstedadım yaradı. Prosta imkanım yoxdur, amma bir gün hər şey. Buna da inanmıram hadisədən sonra. Çox da uzun eləmək istəmirəm də videonu. İndi kəsməzad eləyə bilsəm kəsəcəm. Həfsələm də yoxdur. Mənim saatlarla oturub şey eləməyə. Məsələn, rəhli belə bir gözü dartıcı bir şey istəyirəm. Qaşlarıma dəymək istəmirəm. Çünki o gün TikTokda canlıda baxanlar bilir. Şeydir. Çıxılmaz bir vəziyyətdən çıxa bilməm. Axırda götürüm sildim. Ümumiyyətlə mən oynamağı xoşlayıram açığı. O vaxtı fabrikə gedən vaxtlarımda da saatlarla mamam yatırdı. Birdə durur, 12-də dururdum, quş başıma daş düşdüm mən. 13-də dururdum, şey deydim, Allah heç kəsi yola salmasın. Keçmişdi bu da, hamı bilir, onsuz da danışıb mən bu bildirirəm ki, mən bədbəxt oldum, siz bədbəxt olmayın. Lənət olsun həyatım. Bir də gördüm saat 3'dü. Boy. Heç elə bir də işığın yanından fırlanıb, bir də fırlanan var da bir də qırpıb gəldi. Yerə soxum mən quş bu. Belə bir şey istəyirəm. Eləyim. Ümumiyyətlə görək nə olar onlardan. Sonuçta bayaqçı videomdan dəyişlənəcəm. Gələydi mən üzümə əməlli başlı 72 ilə bir qəşəng 72 eləyərdim üzümü. Soram, uşaqlar ya yox. İndi mən TikTok videosunu necə qoyacağım az bunun axırına. TikTokda çəkilmirsə sonra qoyum. Boy. Onu nasıl yapacağım? Az belə nə rahatdır ay qız, yazan yox, bir şey yox. Allah'ıma sizi, ya məni sizsiz, sizi mənsiz eləməsin canlarım mənim. Yaxşı yazan və yaxşı məni istəyənləri də cımcıq yazanlar yox. Təxribat qrupun. Amma darıxdım sizdən yana. Ağlayacağım ya, çişmalaşayım, dur ağlayaram ya. Kız, bilmirsiniz, burada danışmaq zat şeydir. YouTube zat şey eləmir. YouTube'un elə kiş qaydaları yoxdur. O da yazarsız görürüm. Kız, indi yumuşam. Daş düşsün başıma. Az bu bəlkə xarabdır. Belə biraz çarpıcı oldu. Dəyişmədim axı mən. Mahnı da qoymaq istəyirəm. Prosta telif haqqı var YouTube'da. Olmayacaq. Yoruldum iyi. Fışkırdım şimdi. Mənim efsanım çatar mı bura görsən? Qızlı. Kanalıma abone olmağı və yorum şərh eləməyi nə deyirlər az? Nə olar qurban olum elim yabağımızda abone olun. Nə olar həyatda bir şey eləyə bilim. Deyir YouTube zat qız ödül plak zat verir. Qızıl şey. Qız qurban olun sizə. Nə olar? Elim qabağımızda. Nə vaxta kimi mən TikTokda kart qoyum dilənim. Nə olar gülümseyin aynalar. Gülümseyin size bakan cındır gözleri. Nefret ışıksız olur. Sevgi ışıksız olmaz. Siz Allah. Kanalıma abone ol. Gözünüzün içine sokun. Bu içini. Uşaq vaxtı baxırdım makyaj videolarına. Kanalıma abone olmağı ve yorum yapmayı unutmayın. Arkadaşlarınızla da paylaşın. Haber eləyin. Ağı surrey. Cımcıqçil geldi. Buna bax belə qəşəng editlər eləyən ola. 10 dəqiqədə heç nə eləməmişəm, danışırım. Az buna edit zat lazımdır. Boy, tek parça yasak elma kinosunsa gəriyib 3 saat 34 dəqiqə. Buna edit eləyən zat lazımdır. Cımcıq boyumu yerə soxum. Cımcıq nə eləyək? Qara çəkək, heç nə bir. Ortadan qız qara. Gözünüzü bədahədən gəlir. İndi şurası da TikTok var ya kız. TikTok'u da düşünməliyik. Ne oldu? Deyir yumurta qabığının içindən çıxdı. Yumurtanın qabığın az içinə fışqırdım. Bir dəfə də misal çəkmədim ki bir düzəməlli bildim. Nəysə də o şey yumurtanın içindən qabığın içindən çıxıb qabığım bəyənmir. Ay mama ne olur? Ay mama.
Bəli, davam edirik uşaqlar. Biraz aşağı düşüm. Bəli, davam edirik uşaqlar. Bəli, davam edirik uşaqlar. Biraz 1.5 qoyum. Bu tərəfə çəkirəm. Gizon makyajı. Trend TikTok. Cam. Sen az bir günde Melahat Osmanlı makyajı yapacağım. Sözleri ve musikisi. Sözleri ve musikisi. Melahat Osmanlı'ya. Aşkım Allah'ın köməyi olsun. Xəstə. Həqiqətən çox pis oluram. Allah onun köməyi olsun. Eşqim baxır ona. O gün canlısına baxıram, nə qədər tərifləndi və dedikləri həqiqətən düzdə halal olsun eşqinə. İnsanlara ön yargılı olmayaq. İnsanlara deyəndə elə mən cımcığın özünə deyim. Bədbaxt canım. Tanallim qutarıb, demək olar yox dərəcədədir. Az o qədər dilənirəm, yenə cımcığam ki cımcığı. Düşünün ki, yox deyim, o qədər pulu olan, yəni klub həyatı falan filan olan adam gəlib birincisi, mən kaş o 212 qalıq səhifəmi əllərimlə bax, organik biri belə fake yox. Karantin vaxtı mən olanda TikTokda heç kəs olmayıb. Heç kəs, nə bozbaş, nə Ləman hələ çıxırdı onda. Nədir onun adı? Üzü pirişikli zatdı belə, qız vaxtı idi. Ləman ablanın deyəsən. Mənə söz soxurdu onda. Bilirsiniz nə idi bacı? Həm vidim kaliti. Onda hələ pis baxırdılar TikTok'a. TikTok bəqlərdi. TikTok'a sarı pulun içindən anlayın. Pul gələndə də hamı TikTok'a gəldi. Qeyrət oldu TikTok. TikTok'a sahibləndik. Xoş duyuyorum. Ay pul. Ay para. Yo, amma mənimkisi bir istedaddır. TikTok'dan da yüksək səviyyə. Elə mənim yerim acaba burada mıdır? Ona görə birinci insan özünü ilk necə tanıdır odur. Mən gələk danışa işimi görmək, səyəmi. Alışmışam axı az canlılara. Yerəm sizi qızlar. Qızlar çox mərhəmətlisiniz. Sizi sevirəm, yaxşı ki varsınız. Bu 11 ayda mənim ən çox dəstəkçilərim sizsiniz. Az mənə öp də, sən də mənə öp də. Cımcıq köpəyin qızı cımcıq, nəyə baxırsan? Öp bəcunla. Hadi öp. Deməli, ay bulə. Amma xoşlamadınız, mən xoşladım. Allah haqq, laynerim zamanında makyaj bir də babat şeylər alam. Trenddə nə eləyiblər çocuğa Gizon özün? Ay bulə. Aşkım, mən söp keçirəm də. Mənim beynimdə olanlar burada o pullu vaxtlarımda ay bulə. Kökçü dükkanı deyə geri döndü məsələn sözü var. Mən elə TikTok'dan əmələ gəldim. Aşkım, şəxsiyyət vəzifəmi, asan xidmətimi, adımı, namusumu, var yoxumu, qeyrətimi, heç nəyim yoxdur. Hamısını qoymuşum TikTok'a. Bundan başqa eləyə biləcəm heç nə yoxdur. TikTok oyunda da YouTube qardaşları bir-birinə belə şeydi, biraz da zuloydu. O an ikisini mən barışdıracağım az. Sil. Yoxdur ki tananı. Bu da tuş deyil ki, bacım deyildi. Tuşun üstündə həmişə biz eləyib tüpürüm belə eləyim çıxsın. Çıxarım acaba? Qorxunun necəli varmı? Arafat mənim psixologiyamı çorlayıb. Ne deyirəm on? Ruhumu girib mənim içimə. Rəhmət eləsin, Allah rəhmət eləsin. Saatın 10:39'du bu arada. Ayın tarixində deyim, az qeyb. 3/04/2025. Neçənci ildə bax. Görəsən ayda 2000, məsələn baxırlar 30'da. 2030'a salam olsun. Zaman qabağa axsın. Perihan teyze, Dudu Peri. Az Dudu Peri zofildi də. Onda Allah zofildi. Eyvallah. Bir an Mənim çox açınıdır, şey xoşuma gəldi. Boyu yerə soxum. Gizon makyajı eləyir, sehirli annemdən danışıram.
O da bir ara elə şeylər eləyəcək. Kanalıma hoş geldiniz kanalıma hoş geldiniz ay uşaqlar. Mail nə mail? Ay nə oldu? Kim girdi? Kim səhvəmi vurdu? Nə oldu? Mail niyə? Planet. Az bu cımcığa mən hardan gəlib qoşulmuşam o VPN-ə əlimdə pull eləmişim indi də. Qız mənim cımcıq ağzıma fışqırsınlar. Mən hardan ödəyim o cəhənnəm alayım. Az yox tüpürməyim. Bir dəfə tüpürdüm qız gözüm üstə. Uşaqlar bu heç də belə dəyişim makyajı olmayacaq. Kolanı da başıma ucun kola başıma tökdüm amma kola şirəlidir deyə saça bilənlər bilir də. Yaxşıdır. Nə ağzımı niyə elə açıram? Gizonun təhqir edilmiş trend şeyi. Təhqiri çək. 6 dəqiqə oldu. Qız mən 10 ay Allah bu kimi edit eləsin. İsyanlarımı sonraya saxlayım. Gözümün altın şeylə. Soxum sənin boyun. Boy sıçdı içində bu. Sılı safik. Qız sılı safik da yoxdur. Nə olar? Nə olar ay Allah. Cicləmədə düşüklüyürəm ya şey falan. Ayda mən alışmışım axı böyle canlı idarə olunum, söyülməyə alışmışam. Hobimdir. Həqiqi zarafatsız belə yazılar indi canlı, indi belə qəribəmə gəlir. Zamanla alışacağım da çimciyə şey dağılandan dünyaya gələndən bir möcüzədir. Görürsən mən də dünyaya bir şey gəldi. Bir şey gəldi o zaman. Vicdanın sızlasın. Ay vicdanın sızlasın sen. Bu da ciğer pambığı yiyip. Yoktu. Bacaracağım. Bunu yapacağım. Var yoxun içinə lənət olsun. Poz sənin. Bu mənim bardağım. Pambıq balaca bir dənə pambıq girib düz dilimin. Burada bir dənə şey var idi bu. Videoya baxanda uşaqlar lütfən yorumlarınızı da yazmayı unutmayın. Videoda nələri məsləhət görürsünüz. İndi ancaq durub onu yazacaqlar və dilim qurusun o dediyim üçün. Amma belə zarafatsız nə görmək istəyirsiniz və yaxud bu arada video gedişatımız səhifənin videoları nə tür olacaq? Makyaj videoları ən əsas cənab Zevsin Zevs özün şey eləyib də. Mən çıxandan sonra çıxıb hələ Zevs mən 2020-də nəyi demək istəyirəm? Jüri üyəsi kimi girir cəmaatı şey eləyir. Bir də o tür bilmirəm nə deyilə də yorum videoları, TikTok yorum videoları ilk 20. Ondan sonra bir də bu videoda nələri şey görürsüz? Məsələn, işıq falan, o bilirəm işıq pisdir. Yorum, belə fikir, öneriləriniz, məsələn, hansı edit proqramı falan və yaxud kim istəyirsə, hər şey nə ürəyinizdən keçirsə, mənə yazın. Tamam? Sizi seviyorum. Yalanla nasıl kamera bağlayanda? Zarafat edirəm ha, sonra ciddi qarşılayarsınız inşallah. Məncə amma qaşımı bu dəfə çox yaxşı çəkmədim uşaqlar. İşıq mütləq əldə olunmalıdır. Mütləq. Zəhirmar, nə oldu bə? Qələt elədim, əməlimdən peşman pox yedim. Boşa daş düşməsin. İş verəncə boya olur, verən nə olub? Mən nə dedim ki sənə? Kuşlar gibi uzaklara uçup gitme demedim mi? Cımcıq 5 manatlıq jevə bax. 5 manatlıqsan ay. Hərçən ki özüm 1 manat 50 qəpik olmuşam. Makyajımızı deməli
bütün həvəsim ölür də. Böyle yaptık. Hayatımda bütün ışıklar sönüp bir sen yanda. Tananne olmadığı için bir türlü böyle istediğim şeyler eləyə bilmirəm. Tananne. Bunun içi. Ama Allah'ım sana kurban olum. Sana kurban olum. O kadar məni indi ağlayacağım, makyaj şey olacaq. Belə həmişə məsələn o pis yolda olan vaxtlarımda da elə bir anlarda mamamın duaları hər sən ki, mamam namaz qılıb oruçdan bambaşqa bilirsiniz də anlarda mənə kömək səsimi eşidib və kömək olub və indi də məsələn bunun içində bilirəm ki, bura necə düşdü bu qədər Tananne. Nə bilim. Ağlamayım, duygulanım, belə şey. Bir çox şey yeməyə. Mən əsas deyiləm, sadəcə insandır da, insanlıq adamın ürək var. Hər pesi adamda belə, yəni deyirəm yəni məsələn də. Allah böyükdür, çox böyükdür ki, mənə belə yenə bu anda həvəsdən düşürəm deyirəm, bir də bir gözümə bunun üstündəki Tananne gəldi. Və mən onu yaxşı dəyərləndirə bilmirəm deyəsən. Burada biraz vurum. Burada. Kız adam mahnıda açanmır ki. Adam mahnıda sanmır. Telif hakkı falan var da burada. Sos Afrikamızda yok. İşte bu etapta bitireceğim. Uşaqlar kanala abone olaq. Yenə zəhmət olmasa bu şey bürc deyən kişi var. TikTokda video çəkib deməli bir dəfə nə bürcü deyir. O 2 dəqiqədən bir deyir. Mən sizə deyib. Mən sizə deyirəm bu qədər bürclər deyirəm. Şeydir. Siz niyə abone deyil? Like belə atmırlar deyir. Baxış nə qədər? Yox, like atmırsınız. Yenə onu. İlhami xanım indi Allah rəhmət eləsin. İlhami Quliyevə əmək. Gözəl, bilmirəm əməkdardır yoxsa. Amma bayağı bir məncə adı sanı var. Yəni belə çox üzürlü saysın məni gözəl incə sənətimiz. Amma bilgisizliyimdən buca saniyə, buca dəqiqə. Sənətə hörmət, özüm incə sənət ruhlu bir insan. Buca dəqiqə. O mənim cahilliyim olar. O mənim cahilliyim olar. Mənim onu bilməsəm ki, cahiləm. Bir saniyə. Onun ruhu şad olsun deyə mən bunu burada. Keş bu tərəfə cımcıqsılda. İlhami Quliyeva Allah rəhmət eləsin. Primadonna canım. Mən yemirəm. Yezdiririm. O kadar oturtururlar ki adamlarla. Yiyerəm Allah rəhmət ne güzel bir. Onun adını çaşırlar, onun adını çəkirlər. Bas bayra. Bas bayra. Cımcıq. Aktrisa, müğənni, wow. İkinci fərqli xiyabanda dəfn olunub. Can, ürək çatışmamazlıq imiş az. Bəs harda yazır? Medalların üstünə çaş ki, məsələn, belə şeylər olar, o medalları çəkib qoya biləsən ekrana. Böyük məncə şeylər lazımdır. Buna edit belə düzənləmələr. Şərəf ordeni, şöhrət ordeni, Azərbaycan Respublikasının xalq artisti, əməkdar artisti SSR-nin
Dağıstan Respublikasının xalq artisti. Allah sizə rəhmət eləsin. İlham xanım. Bunları deməliydim onun. Çünki mən özüm bir sənət ruhlu, musiqi dolu, musiqi tatolardan da görürsünüz. Qanımın içini işlədiyi üçün çox böyük saygısızlıq və mədəniyyətsizlik olardı. Həm musiqiyə, həm ruhuna. Gəldik, çıxdıq yenə Gizoya. Gözümün altını da bilsin çəkmək istəyirəm ay uşaqlar. Bu deyib bu rəng. Sizcə bunlardan hansını çəksəm daha mı yaxşı olar? Mən bunu çəkirəm. Siz indi işte bilmirəm, amma yorumlara yazın. Bəyəndinizmi gözümün altını, yoxsa hansını çəksəydim? Ay, bunu bir dəfə taxtalı evdə qalanda eləmişim belə bir şey. Belə götürək. Çox da belə ablam verib belə şeyləri. Yaxşı olur, belə buna belə daha məncə şey mix lazımdır. Belə quş da çək. Yox, quş indicə məncə içinə fışqırdıram. Keşfedilmemiş güzellikle abartmışım dozu. Şimdi o manyetik adama girdi gözümün içine bu. İnşallah 3 dəqiqə mən tamamlamalıyım bunu. Bir de çok uzun video siz sıxırsa mənə bildirin. Onu mütləq şəkildə bir şey tapaq ya da bu işi eləməyək. Bir şey eləyirəmsə ən keyfiyyət və ən gözəl. Eləyəmirəmsə də oturum yerimdə. Əda. Bir dənə video çəkdik də nə olub? Normalde öləm axtaran yoxdur. Düzəldirəm. Bir də sizdən tək xahişim odur ki, mən bunu mən düzəldim. Çünki mən silib belə yapboz kimi hər şey makyaj elədiyim üçün oynaya. Bunu düzəldim bir dənə sonra. Videoda çox uzun olmaz. Mən qaşlarımı belə daha çox ox kimi xoşlayıram uşaqlar, amma uje tonalliyi da çıxmadığı üçün indi ilk makyaj videomuzdur. Ümumiyyətlə məncə ilk ürətdiyim içerik şey kimi ilk videomdur. YouTube'dan çox belə şeyim yoxdur. Amma çox şey TikTok'a oxşuyur. Məsələn TikTok stüdyo, YouTube stüdyo tamamen demək olar eynidir. Oy, məncə burada şey təxribat eləyənlər var. Onlara necə öcəyən olaram. Kül kedisi var üçün o. Bax onun öcəyən açayım. Belə biraz dağıtdım. Qaşımın altına şey yapmam lazım. Bir de mən yazarsınız burada TikTok kimi kəşfiyyat var mı, yoxsa necə videolar kəşf olunur da, məsələn necə şey olur. Bunu biraz belə elim ki güyada. Tamamen biraz elimde şeyler çoxdur. Yavaş zaten YouTube içerik şeyi, yani YouTuber olmaq nə deməkdir? Yavaş değişimin, hayatın zaten insanlar YouTube'da vlog da olacak bu arada, o dediğim yorum TikTok yorum videolarından əlavə vlogdakı bayaq bir dənə biri yorum yaz belə bura deyib bir otağın içində qarı o nə vlogu çəksin, amma yani də otaq boş şeydir prosta. Görək də gerisə də baxaq uşaqlar. Mən görünüş üçün, TikTok üçün daha çox məsələn çəkirəm, amma belə burada Allah haqqı bundan geçib. İşıqsızlığın bu arada mən qurbanıyam və sulu safiyyə yoxdur. Başa daş düşsün, ben neye giriştim buna? Yere sokum səni. Elə kısa oturup deyəcək, kreativitet derdi. Yere sokum sən, cımcıq boyu bu. Nə bilim, bir dənə elə belə bir çişimi çıxdı, kəşfətdə o video qabağımı dedim. Ne dedimsə tersi oldu. Kız buranın cümle bakın.
videomdu da. Yavaş yavaş kendimi şey yapacağım. Ne derler? Tekmilləşdirəcəm. Zaten o mümkünsüz bir şeydi. Özüm yani görüp götüren kızım. Dikile kızıma beyciyi kurban. Daha bu yara yerimdə çimən şeyləyir. Zaten güya nədir onun adı? O video değişimdir sən. İndi əlimdə imkansızlıqda elə bu elədimsə məncə böyük bir şeydir. Hələ indi bu tamam değil. Şey falan biraz zərli falan. Bəh. Zərli şeyler ola. Bacı sizə neler yaradar bacı sizə. Yaradacaq. Her şey zamanla. Tingili. Deyir şey, Santa Petersburg, Moskva birden kurulmuyor. Ha? Ablamın bu arada şeydi. Bunlar da deməliyəm. Pastel Pro Fashion. Pastel Pro Fashion. 312 numara. Pastel Pro Fashion. Ama çürümüşüdür bu. 40 ildən qalıb. Şey eləyirdim. Belə eləyirəm. Mən de sən eləyən miydin? Targovda memum var. Ərəblər zakam şərkət səhətləri. Asla ismini çekip şey yapamam. YouTube sayfamı salmam. Defol. Mənim dağımda nələrdə açdı olsa yine. Bir şarm ya. Neyse. Sen düş aşağı. Sen elə mənim aşağımda qalmalısın. Bu da ya bu deyib da. Çarpıcı istəyirəm. Kızlar nədir? Çarpıcı deyirlər, nə deyirəm ha? Yok buradan. Boy. Bir tane de belə. Uy bile. Uy bile ticaret merkezi. Uy sederek. Ay kız görsen ki oy bile. Az bir daha video var ya. Liner çəkir kızı sonra çırpır ekip bir at koyuğu da yığıb. Bu video yadıma düştü kız. Asla ikincini gətirib eləyəm. Fırınım gəlsin. İkinciyi onun kimi eləyəməyəcəm. Bye. Ay mama. Baxın acıma. Az detoksuyum diye mamam eləyim. Detoksuyum. Belki de bir gün baxacam bu videolara şey alacam. TikTok'tan. Bir an önce video çəkmək istəyirəm. Aşıyanı Zakarya verəm. Mamamın əlindən tutmuşum da. Ay necə sıxır. Ay mama. Hə şeyə qoyub bəlkə. Zakaryan ay şeyi. Bakın. Bundan vurum. Yok. Şöyle bak geçey oldu. Kızlar ışıksız değil ya ama göz makyajı bence güzel de. Boşa taş düşməsin. O kaldı.
edit lazım diye şeye. Az burada 4'ten eləyək. Az burada 4. Az necə şeydən çıxmaq üçün. Az burada 4'ten. Məncə vallahi da pis olmadı. Biraz bu da yağlı eləyim. Allah bir makyaj trendi mi? Şeyli. Oo. Az bir makyaj şeyi belki de. Az onu ara kaldırdım. Bir yere şey. Çok kalın. Ay beynim. Kanala abone olmalı. Yeniyim ben. Çok pis oldum ya. Hiç ne yoktu biz. Şahatum yoktu. 8. Hevesten düşme. Oy. Gözüm paltar dəyişimi yapayım. Kızlar incetmek, üzü darlaştırmak daha doğrusu. Ne deyirlər ona? Şey maksadıyla biraz belə şey vurdum. Şimdi bu dəyişirəm. Mən beləyəm var. Paltarıma da uyğun oldu. Beləyəm var uşaqlar. Böyle sanki şey oldu. Ay. Zelyonka. Su çiçeği. Esas neticesi görün. Şey olsun. Ay, cızdı buramı. Bu niye cımbıkşıma? Bunun içine ağ vurmalıyım yani. Allah şey olsaydı da evet böyle ahusuz da yedim. Ay burada var. Hı? Zəhir var hələ şeyə bax. Çımcığa. Qarnıma. Burada çok pis görünüyor. Vallahi ama burada küçük görünür. Zaten farklı. Fark. Ben benim göstereyim. Saçımı başımı yekunlaştırsam уже yaxşıdır. Zaten YouTube'da bayaqcadan dəyişim oldu. Yenə düzəldim. Geldim saçıma biraz su vurdum. Bilmirəm uşaqlar saçım belə mi qalsın? Məncə biraz buradan yığım. Hem saçım dartılmış da olar. Sifət dartılanda çok qəşəng görünür. Belə. Rezindəki. Ay məncə çok qəşəng oldum. İndi ince toxunuşlar da verəcəm. Hamamın ışığında da quranaq burada şey görünür. İşıq var. Bir çəkilişin ən profesional və gözəl görünməsi üçün işıq çox önəmlidir. Məsələn, işıq qurbanı oldum deyirlər. O
yəni efirdə və yaxud TV-də, MV-dən başa düşdü. Amma başa salamıram. Buranın şeyi çoxdur axı be. Bura daha qəşəng görünür amma. Bunun şeyindən belə vurum. Sonuçta Gizo trendinə. Amma ışıqsız baxın. Heyecanlandım lan. İndi deyil de canlı da yoxdur bu aradadır. Artık alışın canım. Üzüme biraz son toxunuş. Sonra videonu çəkərək. Videonu çəkəcəm daha doğrusu. Axırda qoyacam. Bilmirəm, mahnıya da topluluq, TikTok'a getdim. Telif haqqı gələcək amma məncə nədir şimdi saniyədir. Все, pamadayla bitiririk işimizi. Pamadan necə istəyirəm? Bilirsiniz necə? Bu tonda belə bir ten. İndi o renkdə pamada yoxdur amma mən tenlə şey niyəcəm. 100%. 100%. Bayılıram da. Aşkım fərq eləyirsə ölürəm də. Ölürüm. Bak böyle. Məncə boğuluram. Ölürüm. İşte. Getdim. Belə pamadalar var. Və belə ümumiyyətlə mən bir salona gedirdim. Ondan bilirəm. Bunun dudağımızın birinci bu vurmamışdan qabaq tonalli yoxdur. Siz tonalli vurursunuz uşaqlar. Tonalli vurandan sonra bunu çəkirsiniz, belə qalır. Biraz da dondurucu alay. Ay işte bir şey. Nerede elə də belə şey özümü göstərmək istəyirəm. Saçım belə qalsın kızlar. Yorum yapmağı unutmursunuz. Məncə artıq sağollaşaq. Ben bunu çəkeyim, belə eləyim. Videoda da mən indi saçımı sevməmiş düzələcəm biraz. Videoda koyacağım. Sizi seviyorum. Sizi öpüyorum. Dikili kızımı öpüyorum. Çoxlu Ay. Mənlə videolarla bağlı, mənə belə reklam adın, sən nə istəsə sponsor kimi belə paylaşaram onu, edit köməyi, video mütləq şəkildə mənə şeyləri bildirin. Nədir? Önerilərinizi. İzleyici temsilcisi.com deyirəm ha. Axı gör nə kızlar tuşun markasını deyirəm həmişə soruşursunuz. Big Bold Isadora. Bu rengi. Öpüyorum sizi. Videonu getdim çəkim. Davamın. Gizo Trend. Çəkim gəlir. Azhara gəlirəm. Sağollaşım. Öpürəm sizi. Kanala abone olmayı unutmayın. Çox xahiş edirəm. Yorum yapın. Mütləq şəkildə paylaşın. Nəmliyiniz eləyin. Seviyorum sizi. Keşfedilmemiş güzellikte geldim, abartmışım dozu. Şimdi düşmanları çatlatacak, veriyorum o çılgın pozu.